Vaginal axıntı keçmirsə, partnyor da müalicə olmalıdır. Qadınlarda tez-tez rast gəlinən vaginal axıntı problemi bəzi hallarda uzun müddət davam edir və aparılan müalicəyə baxmayaraq təkrarlanır. Belə hallarda yalnız qadının deyil, partnyorun da müayinə və müalicəsi vacibdir. Bu barədə uzman ginekoloq, süni mayalanma üzrə mütəxəssis doktor Ülviyə Mehdixanlı STV xəbər açıqlamasında danışıb. Xəstə ilk dəfə müayinəyə gəlibsə, ilk dəfə vaginal axıntısı varsa, infeksiyanın növünü təyin etmədən, yəni biz görüntüyü, iyisinə, qoxusuna baxaraq bir dərman preparatı yaza bilərik, şam yaza bilərik. Amma yazdıq, xəstə getdi evinə, bir ay sonra, 15 gün sonra təkrar gəldi, təkrarlayır, biz müalicə yazırıq, yenə gedir, yenə təkrarlayırsa və ya davamlıdırsa artıq, şam müalicəsi, dərman müalicəsinə tabe olmursa, infeksiyanın növü təyin edilməlidir. Burada bir vaginal yaxma götürülməlidir, cinsi yolla keçən infeksiyalara hamısı da baxılmalıdır. Orada əgər nəticə pozitiv gəlibsə, o bakteriyanın, o infeksiyanın hansı antibiotika həssaslığı təyin edilməlidir və o antibiotik yazılmalıdır və qarşı tərəf partnyoru da antibiotik təyin edilməlidir. Çünki əgər biz qadını müalicə ediriksə, təkrarlayırsa, qarşı tərəfdə də vardır eyni infeksiya və biz nə qədər də qadını müalicə etsək də, təkrar cinsi əlaqədə olduğu üçün təkrar eyni infeksiya yenə əmələ gələcək. O yüzden biz tək tərəfli deyil, iki tərəfli müalicə edirik. Həkimin sözlərinə görə bəzi bakterial, göbələk və cinsi yolla keçən infeksiyalar partnyorlar arasında qarşılıqlı ötürülə bilir. Kişidə heç bir əlamət müşahidə olunmasa belə, infeksiya daşıyıcılığı mümkündür və bu qadında xəstəliyin yenidən təkrarlanmasına səbəb olur. Mütəxəssis qeyd edib ki, vaginal mikrofloranın pozuntusu, gigiyena qaydalarına düzgün əməl edilməməsi, antibiotiklərin nəzarətsiz istifadəsi və hormonal dəyişikliklər də axıntının əsas səbəbləri sırasındadır. Bu səbəbdən problemin uzun müddətli olması zamanı laborator analizlər və cütlük şəklində müayinə aparılması tövsiyə edilir. Doktor Ülviyə Mehdixanlı qadınlara öz başına dərman qəbul etməməyi, qoxu, qaşınma, yanğı və rəng dəyişikliyi ilə müşayiət olunan axıntı zamanı mütləq həkimə müraciət etməyi məsləhət görüb.